Sizdə? O belədə çoxdan tikilidir bu. Təzə burada tikili yoxdur. Bir girişə baxın, işini kəsir. Kontener almışıq. Yaşama hüququ olduğu halda birincisi saxta sənədlər məsələsi var. Rus pasportundan bura anaları sağ olarkən tarixə qeydiyyat salıbdır. O hüququ vermir ona. Yazanda bir görün nəyi yazırsınız. 2005-də ərə gəldiyi yerə 2001-ci ildə qeydiyyat salıbdır. Bax burada 5 günə qətnamə əldə edib, saxta sənədlərlə qeydiyyata düşüb. İndi də polisi çağırır, deyir, bax evi tikmişəm, mənim evimdir. Həsən mənim evimə soxulub, Ulduz mənim evimə soxulub. Ki 5 gün olan qətnamə, bax Allah şahididir bu qonşular. Özdə bura qeydiyyata, bura biz 94-dən, Həsən bir dəqiqə, 94-dən biz burada yaşayırıq. Mədən 2 ünvanıdır. 90 müraciət edirik biz dəfələrlə, bizim qeydiyyata almayıblar. Çünki bura qanunsuz tikintidir, bir də neft ərazisidir. Balaxanı ölkədə Amma təəssüflər olsun, analığımız bizim hakimdən soruşmaq lazımdır ki, necə qeydiyyata alıbdır. Qeydiyyata da düşür.